Mən bir namaz deyəcəyəm sizə. Əziz Peyğəmbərimіздəndir. Həzrət Peyğəmbər Əkrəm buyurur, nə vaxt işləriniz düyünə düşdü, çətinə düşdü. Gördünüz ki, işləriniz alınmır. Gördünüz ki, ruzunuz azalıb, bu 2 rükətli namazı qılın. Bax, bu 2 rükət əziz Peyğəmbərimizdən bir namazdır, bizə tövsiyə olunur. Namazın adı nədir? Namazın adı istiğfar namazıdır. Namaz qılıram, 2 rükət istiğfar namazı qürbətən ilallah. Hər rükətdə niyyətdən sonra, təkbirətül ehramdan sonra Fatihə və İxlas oxunur. Sonra İxlas surəsindən sonra Qədr surəsi oxunur. Qədr surəsindən sonra 15 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləh zikri deyilir. Allahu Ekber getdin rükuya. Rükunun zikrini düdün, rükunun zikrindən qalxanda, rükunun zikrindən sonra 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləh zikrin rükuda deyil və rükudan qalxandan sonra 10 dəfə yenə bu Əstəğfirullah Rabbi və Ətubu İləh zikrini deyil. Get səcdəyə, səcdənin zikrindən sonra 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləh deyil. Qalxdın səcdədən, birinci səcdədən, yenə 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləh deyil. Təkbir deyib qayıt səcdəyə. Səcdənin duası yenə də 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləh. Qalxdın yenə 10 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləh. Bu birinci rükət. İkinci rükətdə yenə bu cürdür. Sonunda bir təşəhhüd və salam deyiləcək. Çox da vaxt aparan namaz deyil ki, Əstəğfirullah zikrini 10 dəfə, 15 dəfə saymaq da bir çox vaxt aparan deyil və hamımızın da dil əzbəri olan bir zikridir. Çox aparsa insanın vaxtını 15 dəqiqə aparar. Əziz Peyğəmbər buyurur ki, müşkülləriniz həll olar, düyünləriniz açılar, ruzunuz çoxalar və bərəkət tapar.